Salam dəyərli izləyicilər, Aktual Gündəm efirdədir. Bugün sosial mövzuda danışacağıq. Studiyamızın qonağı sosiolog, dosent Ağasəlim Həsənovdur. Xoş gəlmisiniz Ağasəlim. Çox sağ olun. Bugün mövzumuz aqressiyadır. Ümumiyyətlə cəmiyyətdə aqressiya ilə bağlı istəyirdik danışaq. Konkret faktlarla söyləyək. Cəmiyyət niyə əsəbidir? Ümumiyyətlə insanlar niyə əsəbləşir? Hiss eləmisinizmi siz bunu cəmiyyətdə, yoxsa belə bir şey yoxdur? Amma ümumi fikir bundan ibarətdir ki, Azərbaycanda cəmiyyət əsəbidir. Haqlısınız. Əslində hər hansı bir dərin sosioloji tədqiqat aparmağa belə ehtiyac yoxdur. Müşahidələrimiz onu göstərir ki, Azərbaycan cəmiyyətində kifayət qədər aqressiya mövcuddur və biz bunu gündəlik həyatımızda müşahidə etməkdəyik. Yəni, sualı da haqlı qoyursunuz. Yəni, nədir? Səbəblər nədən ibarətdir? Niyə insanlarımız aqressiv davranışlara çox meyillidirlər? Hətta bu çox başqa neqativ nəticələrə də gətirib çıxara bilir. İlk öncə mən belə deyək ki, bir çox qısa zaman kəsiyində, yəni bir keçid dövrü dəyərləndirməsini istəyirəm, diqqətə çatdırım. Əslində Azərbaycanda o sosial mədəni transformasiya şəraitində bir çox mənəvi degradasiyalar baş verdi. Yəni, belə deyək ki, qapalı bir sistemdən açıq sistemə keçid şəraitində həmişə bu transformasiyalar heç də müsbət nəticələrlə müşahidə oluna da bilir, amma neqativ nəticələri də biz inkar edə bilmərik. Yəni, bir keçid dövrü yaşandı ötən əsrin 90-cı illərindən etibarən və köklərinə baxdıqda, yəni ilk cəmiyyətdə aqressiya yaranmasına səbəb kimi ölkənin müstəqilliyini qazandıqda həmən sonra müharibə şəraitinə düşməsi, 20% ərazilərin işğal olunması, sosial-iqtisadi çətinliklər. Yəni, Azərbaycan vətəndaşları elə bir həddə gəlib çatdı ki, hətta müəyyən, belə deyək ki, maddi qarşılıqlar hesabına misioner təşkilatların belə fəaliyyətinin qurbanına... Çətin dövrlərdə yaşadıq. Yəni, biraz tarixə ekskursiya etdim ki, yəni nədən qaynaqlanır? Yəni, bugünkü, belə deyək ki, cəmiyyətdəki o durum, əlbəttə ki, hansısa bir müəyyən bir keçmişlə bağlılığı vardır. Amma mən sizə ümumi bir sistem dəyərləndirməsi. Amma mən sizə bir şey deyim, ildən ilə əvvəllərə baxanda cəmiyyət o qədər aqressiv deyildi axı. Yəni, nə qədər müharibə olsa da, nə qədər çətinlik olsa da, cəmiyyətdə indiki kimi bir-birinə qarşı bu cür aqressiya hiss olunmurdu. Siz necə fikirləşirsiniz? Yəni, o yığılmış bir aqressiyada indi özünü göstərir. Yəni, o dövrdə yox idi, amma bu qədər deyildi. Yəni, əlbəttə, biz müqayisə etsək, həmin dövrdə, belə deyək ki, cəmiyyətdə daha yaş baxımından belə deyək ki, öndə olan insanlar, onların davranışları nə qədər aqressiv idi və yaxud da ki, bugünkü vəziyyət, durum nədən ibarətdir? Biz əlbəttə ki, o insanları bugünkü Azərbaycan, belə deyək ki, gənc nəsilləri ilə müqayisədə çəkinmədən deyə bilərik ki, yəni müasir nəsil daha aqressivdir. Bu belədir, amma tarixi köklər var. Yəni, nədən ibarət gəlir? Yəni, təsəvvür edin ki, biz istəsək də, istəməsək də, yəni cəmiyyətdəki sosial faktların şəxsiyyətin formalaşmasına birbaşa təsiri vardır. Yəni, bu fransız sosioloqu Emil Durkheim'in yəni sosiologiyaya gətirdiyi bir anlayışdır, sosial faktlar. Yəni, sosial faktlar fərdin iradəsindən, düşüncəsindən asılı olmayaraq bir mənalı şəkildə ona təsir edir, onu formalaşdırır. Yəni, fərdin şəxsiyyət kimi formalaşması, hansı keyfiyyətləri qazanması əlbəttə ki, sosial faktların birbaşa təsirindən asılıdır. Mənim bir sosioloq olaraq yanaşmam bundan ibarətdir ki, yəni fərd birmənalı şəkildə sosial sistemin məhsuludur. Yəni, baxışlar çoxdur. Strukturalist baxış var, individualist baxış var. Daha biz, belə deyək ki, sosiologiya tarixinə ekskursiya edib detalları üzrə bu qədər geniş vaxtımız da olmaz. Amma yəni, daha çox Azərbaycan cəmiyyətində daha çox o strukturalist baxış dominant bir mövqeydədir. Yəni, fərd ətraf mühitdən kifayət qədər təsirlənir və təbii ki, fərdlər cəmiyyət monoton deyil. Yəni, individualist
hamı tərəfindən qəbul olunmayan davranışları da biz müşahidə etməkdəyik. Yəni mən ilk amil kimi cəmiyyətdəki aqressiyanın səbəbləri sırasında sosial-iqtisadi amilləri qeyd edərdim. Yəni konkretliyə keçək biraz. Sosial-iqtisadi amillər. Yəni deyək ki, insanlar yaşamaq üçün yetərli səviyyədə bir əmək haqqına sahibdirlərmi? Maraqlıdır. Yəni bugünkü gündə deyək ki, ölkədəki minimum əmək haqqı və mövcud bahalıq şəraitində ailələrin dolanışığı necədir? Bütün suallar da olur. Yəni ilk insan həyatının maddi sferası var və insan həyatının mənəvi sferası var. Amma siz də əks arqumentlə sual verə bilərsiniz ki, bəlkə hansısa sosial rifahın yüksək olduğu cəmiyyətlərdə nədən aqressiya halları müşahidə olunur? Bəli. Bu da var. Yəni məsəl üçün tutaq ki, adi intihar mövzusuna gələndə görürük ki, bir ölkədə deyək ki, intihar sosial-iqtisadi səbəblərdən qaynaqlanırsa, amma digər ölkədə o iqlim şəraiti ilə bağlıdır və yaxud da informasiya texnologiyalarının sürətli inkişafı ilə bağlıdır. Koreyada bu üstün mövqedədir. Yəni bu sosial faktların bir xüsusiyyəti var ki, onlar zamanca və məkanca dəyişkəndir. Yəni bu zamanca və məkanca dəyişkən olmağı əlbəttə ki, sosioloji tədqiqat tələb edir ki, yəni bu ölkədə insanların aqressiv davranışlarının real səbəbləri nədən ibarətdir? Yəni biri sosial-iqtisadi məsələdir. Yəni belə desək ki, az qazancın olmağı çörəkdir. Bəli, insanlar daha çox. Bir məsəl üçün ümumi bu da biraz fəlsəfi belə deyək ki, yanaşma kimi ortaya çıxa bilər. Əlbəttə ki, bizim birinci dediyimiz o minimum tələbatların ödənməsində çətinlik çəkən insanlardır ki, bir qrup cəmiyyət daxilində və onlar istər-istəməz cəmiyyətdə ümumi aqressiyanın yaranmasında öz dırnaqarası töhfələrini nə qədərdir onların payı? Yəni düşünürəm ki, bu dərin bir sosioloji tədqiqat tələb edir və bu böyük maliyyə tələb edir ki, biz onu belə deyək ki, keçirib real mənzərəni ortaya qoya bilərik. Çox üzr, niyə görə dedim? Bu 2 gün bundan qabaq məşhur bir video var idi də, yolun ortasında 4 nəfər maşından bir nəfəri çıxardırlar, döyürlər. Bəli. Onlar da həbs olundu. Həmin o 4 nəfər, yəni sonra açıqlandı da, ticarətçidirlər, kifayət qədər sosial durumları da, kifayət qədər maddi durumları da normal insanlardır. Amma o aqressiya var idi onlarda, dəyənəklə hücum eləmək. Səbəblərinə falana toxunmuram. Amma siz deyirsiniz ki, bunun biri həm də yəni... Biz sıralanıb tamamən başa çatmadıq. Ona görə ola bilsin ki, suallar yaranır. Yəni, cəmiyyətdə belə deyək ki, aqressiyanın yaranmasına sosial-iqtisadi amilləri biz kənara qoya bilmərik. Yəni, bu kəsimdə, bu faizdə cəmiyyət daxilində. Amma cəmiyyət geniş bir anlayışdır və orada müxtəlif, belə deyək ki, səbəblərdən aqressiv duruma düşən fərdlərin də sayı kifayət qədərdir. Yəni, dünya görüş, belə deyək ki, dünya görüşün məhdudluğu, həyat bilgisinin məhdudluğu, qeyri-tolerant münasibət, dözümsüzlük, bax, bu keyfiyyətləri özündə aşılaya bilməyən, bu keyfiyyətləri mənimsəməmiş fərd və yaxud fərdlər, hansısa sosial qruplar, dairələr, fərqi yoxdur, hansı sahədə çalışır, hansı belə deyək ki, maddi resurslara, imkanlara sahibdir. Əlbəttə ki, onlar da aqressiv davranış nümunələri, belə deyək, dırnaqarası ortaya qoya bilirlər, az öncə sizin qeyd etdiyiniz kimi. Yəni, burada məsələ ondan ibarətdir ki, fikrimizi belə biz cəmləyə bilərik ki, cəmiyyət daxilində harmoniyanın yaranması üçün fərdlər arasında qarşılıqlı anlaşma olmalıdır. Yəni, maraqlar və dəyərlər məsələsi var. Azərbaycan cəmiyyətində çox təəssüf ki, son 10 illiklərdə maraqlar dəyərlər üzərində dominantlıq təşkil edir. Məsələn, fərqli bir, deyək ki, sahədən bir nümunə. Məsələn, bir ərazidə bir gecədə 300-400 ağacın kəsilib, yerində restoran tikilməsi nə deməkdir? Bu aqressiyaya səbəb olur həm də və insan üçün həyati məsələdir.
300-400 ağacın kəsilməsi və yerində hansısa bir şadlıq evinin tikilməsi. Yəni bu agresiya yaratmırmı ki? Birbaşa insanların həyatına. Yəni bir sistem məsələsidir. Belə deyək ki, qayda kurallara əməl etmə vərdişləri cəmiyyətdə harmoniyanın, nizam-intizamlı, hörmətcil davranışların əsasıdır. Bu olmadıqca cəmiyyətdə agresiya da olacaq, daha başqa sosial problemlər olacaq. Bir Çin aforizmini qeyd etmək istəyərdim. Uğura gedən yol nizam-intizamdan keçir. Yəni bir toplum cəmiyyət daxilində harmonik bir situasiyanın yaranmasını istəyirsə, o zaman hər kəs qayda kurallara əməl etmək məcburiyyətindədir, zorundadır. Yoxsa bir qruplar hansısa səlahiyyətlərinə görə, hansısa belə deyək ki, maraqlarını reallaşdırmaq istiqamətində konkret addımlar atırlarsa, parkları məsələn aradan qaldırırlarsa və yaxud da başqa ona uyğun digər davranışlar sərgiləyirlərsə, əlbəttə ki, bu cəmiyyətdə əks reaksiya doğurur və aqressiv davranışlara da gətirib çıxara bilir. Baxın, sadəcə bir müşahidə. Biz yol getdikdə, yaşadığımız yerdə, iş yerində nə qədər gülər üz insanlarla qarşılaşa bilirik? Ümumiyyətlə, Azərbaycanlılar gülər üzdülərmi? Biraz az müşahidə olunur. Yəni, müşahidə etdiyimiz nədir? Məsələn, hətta Azərbaycanda işləyib getmiş bir çox ünlü bir ölkənin səfirinin qeyd etdiyi kimi ad çəkmirik. Yəni, gedərkən burada insanlar hara tələsir deyə anlamadım işlədiyim dövrdə. İnsanlar hara tələsir? Yəni, niyə tələsirik? Və bir məsələdir, yəni nədir? Yəni, vaxt bölgüsü. İnsanlarımız əslində öz gündəlik yəni iş planlamalarını kifayət qədər, belə deyək ki, nizamlı şəkildə yerinə yetirə bilmirlər. Yəni, mütləq harasa gecikirlər, obyektiv səbəblərdən də ola bilir. Vaxt bölgüsünün düzgün nizamlanması, o da aqressiv davranışların yaranmamasına, belə deyək ki, töhfə verəcək bir amil. Təbii ki, işi çatdırmayan yəni, işi çatdırmayan şəxs özü, yəni iş prosesində əlbəttə ki, o da aqressiv olacaqdır. Bəli. Və o aqressiyanı da əlbəttə ki, bir şəkildə çıxarmağa çalışacaq. Ya iş yoldaşı ilə, ya yolda sərnişinlə. Hətta bizim sosioloji ədəbiyyatda kvazi qruplar adlandırdığımız qruplar var ki, yəni kvazi qruplar yəni tez yaranıb, tez dağılan. Məsələn, avtobus saxladı, orada sərnişinlər avtobusa daxil oldular, mindilər və müəyyən bir saat içində, yarım saat içində artıq bu kvazi qrupdur. Yəni, səfər başa çatdıqdan sonra qrup dağılır. O kvazi qrupların daxilində belə kifayət qədər gərginlik var. Yəni, yarım saatlıq bir yolu sərbəst şəkildə gedib başa çıxmaq, bir-birinə qarşılığı və kifayət qədər biz görürük, sürücü sərnişin qarşı durması, biri digərinin deyək ki, sadəcə ayağını tapdamaqla hansısa ciddi bir, belə deyək ki, fiziki zorakılıqlara məruz qalmalar və s. Bütün bunlar cəmiyyətdə, belə deyək ki, aqressiya yaradan səbəblərdir. Yəni, qeyd etdiyim kimi, maraqlar və dəyərlər məsələsidir, geniş mənada götürəndə. İnsanlarımızın həyat düşüncəsi dəyişməlidir. Həddindən artıq, belə deyək ki, var-dövlət toplamaq insanların həyat məqsədinə çevrilməməlidir. Bu çevrildikcə, təbii ki, minimumlardan biz danışdıq. Bu çevrildikcə, o his insanı bir şəkildə rahat buraxmayacaq. Yəni, bu insan təbiətinə xas bir şeydir. Məhər kifayətlənirmi? Belə deyək ki, istədiyi qədər, bu qədər istəyirəm, bu qədər maddi sərvətlərə sahib olun. Gəlib ona yetişəndə daha yenisi olsun, daha çox olsun deyə bir təbiətə xasdır. Yeri gəlmişkən Ramazan ayıdır. Yəni, nəfsin tərbiyəsi məsələləri də var. Yəni, insan öz nəfsani istəklərinə uymamalıdır. Yəni, qarşısına çox ciddi bir, belə deyək ki, maddi mahiyyətli bir məqsəd qoyub, onun uğrunda amansızcasına, belə deyək ki,
özünü bütün əzab-əziyyətlərə verərək mən ora çatacağam. Bu işlər ancaq altruist hisslər vətən müdafiəsində ola bilər, ümummilli məsələlərdə ola bilər. Yəni bilirsinizmi, o səhv etmirəmsə bu məşhur psixoloq Freydin deməli fikridir. Deyir ki, bir gənci məhv edən 3 səbəb var. Yəni duyğusallıq, fərqindəlik və bir şey haqqında daha çox düşünmək. Yəni bütün bunları etdikcə gənc yaşlarında hansı ki ətrafdakı problemlər onu çox ilgiləndirmir. Amma gənc birisi belə özünü bu ruhda kökləyərsə, əlbəttə ki, o elə aqressiv bir fərd olacaq və digərləri üçün təhlükə mənbəyinə çevriləcəkdir. Təşəkkür edirəm. Son olaraq istəyirəm qısa şəkildə buna da toxunaq. Əslində mövzunu başladınız. Hadisələrə, ümumiyyətlə baş verən hadisələrə cəmiyyətdə gündəlik necə reaksiya verək ki, əsəbləşməyək? Bax, istər tıxacda olsun, istər nə bilim iş yerində olsun, digər yerlərdə olsun, o bayaq qeyd edilən avtobusda olsun, həmin o gərginlik halında hadisələrə necə reaksiya verək ki, həm özümüz əsəbləşməyək, həm də kənardakılara. Mən bir dənə burada haşiyə çıxmaq istəyirəm. Bir taksi sürücüsü ilə bağlı olan məsələ idi. Sərnişin danışır ki, getdiyimiz yerdə digər bir maşın buna siqnal verdi, oradan buna ağır sözlər dedi falan və bu sadəcə gülümsədi, ona sağ ol dedi. Mən bir özüm təəccübləndim ki, yəni niyə belə elədin? Deyirəm, misal çəkdi. Üzr istəyirəm, biraz efir sözü olmasa da, amma gərək deyim, deyir, zibil qutularının yanından keçəndə oradan tez keçməyə tələsirik. Çünki onun yanında dursaq, o iyi bizim üzərimizə çökəcək və hara getsə onu özümüzlə daşıyacaq. Ona görə də deyir, aqressiyanı mən özümdən aparmadım. İstəyirəm bu istiqamətdən çıxış eləyək və tamaşaçılarımıza da bir tövsiyələrinizi istəyərdim deyə. Yəni cəmiyyətdə müxtəlif türlü sosial problemlər olubdur, olacaqdır da. Yəni biz bunu təkcə Azərbaycan cəmiyyətinə xasdır deyə bir xüsusiyyət kimi qeyd edə bilmərik. Digər cəmiyyətlərdə də müşahidə olunur. Yəni yeganə bir çıxış yolu var. Tolerant davranış. Tolerant davranış. Tolerant davranış. Yəni bunu adətən bu etnik dini belə deyək ki, istiqamətdə daha çox qabardılır. Sanki bir cəmiyyət daxilində deyək ki, fərqli etnik mənsubiyyəti, dini kimliyi və yaxud da cinsəl fərqliliyə görə, amma ümumiyyətlə götürəndə etnik, dini, cinsi amillərdən, hətta yaş amillərindən çıxış etsək, yəni ümumiyyətlə cəmiyyətdə ümumi bir tolerantlığa ehtiyac var. Yəni bu cinsi tolerantlıq ola bilər. Yəni qadının kişiyə qarşı dözümlüyü, kişinin qadına qarşı. Digər belə deyək ki, etnik mənsubiyyəti olan insanlara qarşı dözümlülük, digər dinlərin daşıyıcılarına qarşı dözümlülük. Bu haqda Azərbaycanda çox danışılır. Amma bizim yanaşmamız fərqlidir. Biz belə bir mövqeydəyik ki, cəmiyyətin sosial sistem kimi uğurlu inkişafı cəmiyyətin təşkil edən fərdlərin qarşılıqlı olaraq tolerant, dözümlü davranışından keçir. Dözümlü davranış. Dözümlü davranış. Yəni dözümlü və qarşılıqlı anlaşma. Yəni nədən deyək ki, bugün Azərbaycanda bu aqressiv, belə deyək ki, cəmiyyətdə mühit müşahidə olunur. Faktiki olaraq biz tolerantlığın digər istiqamətlərində uğur qazanmış olsaqsa, bu dövlət siyasətinə çevrilsə də, məsələn, multikulturalizm, tolerant. Amma ümumi cəmiyyət daxilində fərdlərin bir-birinə qarşı, yəni qeyri-tolerant davranışı müşahidə olunurmu? Olunur. Yəni cəmiyyətin özünün sosial sistem kimi təşkili elə tolerant davranışdan başlayır. Yəni çünki cəmiyyət dediyimiz bir canlı sosial sistemdir. Burada fərdlərin maraqları var. O maraqlar uğrunda fəaliyyətlər var. Amma dəyərlər var. Və eyni zamanda belə deyək ki, cəmiyyət dediyimiz fərdlərin mexaniki toplumu deyil. O da bir canlı orqanizmdir və hər bir cəmiyyət daxilində ümumi dəyərlər sistemi var. Yəni dəyərlər degradasiyası qeyd etdiyim kimi son illiklərdə getdikcə
Azərbaycanın ənənəvi belə deyək ki, nümunələri var. Böyük, kiçik, baba, böyüyə hörmət, kiçiyə qayğı. Bunlar belə kiçik məsələlər deyil. Ağsaqqallıq institutu. Hətta biz bir konferansda xarici alimlərə dedik ki, bizdə ağsaqqallar sosial münaqişələri gedib həll edirlər. Sanki onlar şoka düşdü ki, doğrudanmı sizdə ağsaqqallar bu işləri görə bilərlər? Amma bizə sadə belə. Sonra Azərbaycanda nümunəvi qonşuluq institutu. Yəni insanlar öz övladlarını belə qonşuya əmanət edib gedə bilirdilər. Yəni biz o deyillikmi? O millətin Get-gedə bunlar sıradan çıxır. Yəni məsələ orasındadır ki, mən çıxışımın başlanğıcında qeyd etdim ki, Azərbaycanda yəni mənəvi dəyərlər degradasiyası getdi əslində. Biz öz belə deyək ki, türk kimliyimizdən, müsəlman kimliyimizdən, ümumi Azərbaycan mədəniyyətindən gələn o dəyərlər sistemi ki var idi, Azərbaycan ümumi mədəniyyətində təcəssüm olunurdu. Bütün bunlar demək olar ki, müəyyən qədər degradasiyaya məruz qaldı. Çox təəssüf, amma biz yerimizdə qalmalı deyilik və davam etməliyik cəmiyyətimizin, ölkəmizin ümumi inkişafı üçün, yəni bir nümunəvi cəmiyyət belə deyək ki, modelini ortaya qoymaq üçün biz hər birimiz, hər bir vətəndaş belə o mənəvi dəyərləri özündə aşımalıdır və bu düşünürəm ki, alternativsiz çıxış yoludur. Təşəkkür edirəm Vasif müəllim, çox sağ olun. Dəyərli izləyicilərimiz, xatırladım ki, studiyamızın qonağı sosioloq, fəlsəfə doktoru Ağasər Məsanovu idi. Bir daha təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyiniz üçün. Əziz tamaşaçılar, bununla verilişimiz sona çatdı. Bir şeyi unutmayaq. Burada qeyd olundu tolerantlıq, amma aqillərdən birinin bir sözü var. Deyir, insanları olduğu kimi səmimi qəlbdən qəbul eləməyi bacarsaz, özünüz də, digərləri də rahat olacaq. Sağ olun, növbəti görüşlərə qədər.